Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi eyni zamanda Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə şəhərsalma və memarlıq ili çərçivəsində tələbə startapçılar və innovativ ideya müəllifləri ilə görüş keçirilib. Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin struktur bölmələrinin, eləcə də tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri, universitetin müəllim və tələbələri, gənc təşəbbüskarlar, müxtəlif sahələr üzrə innovativ layihə müəllifləri, həmçinin rəqəmsal könüllülər iştirak ediblər. Çıxışlarda bildirilib ki, startap müsabiqələri yalnız ideyaların yarışdığı platforma deyil, eyni zamanda gənclərin potensialını üzə çıxaran, onların yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirən mühüm bir mühitdir. Vurğulanıb ki, startap anlayışı artıq yalnız biznes qurmaq mənasını daşımır. Startap dedikdə qısa müddətdə böyük təsir yarada bilən, cəmiyyətin qarşısında duran problemlərə innovativ həll təklif edən ideyaların reallığa çevrilməsi nəzərdə tutulur. Tədbir zamanı iştirakçılar tərəfindən ümumilikdə 10-a yaxın layihə təqdim edilib. Layihələr müxtəlif istiqamətlərə, əsasən ağıllı şəhər, ağıllı nəqliyyat, tibb, səhiyyə, kənd təsərrüfatı, rəqəmsal xidmətlər və sosial innovasiya sahələrinə yönəlib. Təqdim olunan layihələr arasında şəhər infrastrukturunun daha səmərəli idarə olunması, nəqliyyat axınının optimallaşdırılması, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, tibbi xidmətlərin daha əlçatan və operativ təşkili kimi mövzular üstünlük təşkil edib. Layihələrin təqdimatından sonra aidiyyatı şəxslər tərəfindən hər bir təşəbbüs barədə ətraflı rəy və təkliflər səsləndirilib. İdeyaların innovativliyi, praktik tətbiq imkanları, gələcək inkişaf perspektivləri və reallaşdırılması üçün tələb olunan resurslar müzakirə olunub. Bu gün burada layihəmizi təqdim elədik. Naxçıvan Dövlət Universitetinin köməkliyi ilə həqiqətən gələcəyimizə daha çox vəd verdi. Bizim bugünkü layihəmiz Smart Metro sistemi haqqındaydı. Biz metro sistemini ağıllaşdırmaq istəyirik. Metrolarda həddindən artıq enerji israfının qarşısını almaq istəyirik. Bunu regenerativ braking texnologiyası vasitəsilə həyata keçirmək istəyirik. Hansı ki, bu artıq maşınlara tətbiq edilir. Eyni zamanda metrodakı sıxlığı aradan qaldırmaq istəyirik. Buradakı əsas motivasiyamız münsif həyatının bizə dediyi ki, hansı ki, biz layihəmizi başqa bir layihə də var idi. Onunla birləşdirərək müəyyən terror işlərinin qarşısını ala bilərik. Eyni zamanda bu layihəmizin effektli olduğunu bizə dedi və biz insanların rahatlığını təmin edə biləcəyimizi düşünürük. Görüşdə xüsusi olaraq vurğulanıb ki, gənclərin rəqəmsal bacarıqlarının artırılması, innovativ təşəbbüslərin stimullaşdırılması və onların startap mühitinə inteqrasiyası Muxtar Respublikada rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xosrav İbrahimov, Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.